haqqında elmdir. Səs deyəndə isə yalnız və yalnız danışıq səsləri nəzərdə tutulur. Danışıq səsləri iki yerə bölünür. Saitlər və samitlər. Danışıq səsləri iki yerə bölünür. Saitlər və samitlər. Ümumi olaraq əlifbamızda 32 hərf var, 34 səs var. Bunlardan 25-i samitlər, 25 samit səs samitlərə məxsusdur. 23 hərfsiz yenə samitlərə məxsusdur. 9 sait hərf, 9 sait səs isə sait bölgüsünə aiddir. Saitlər və samitlərin özlərinə məxsus bölgüləri var. Saitlər olur açıq, qapalı, qalın, incə, dodaqlanan və dodaqlamayan. Bu bölgüləri soruşacağam. İndi özüm demirəm, amma sizdən soruşacağam. Samitlər isə səs tellərinin, bax bu kitabınızda da var. Mən də vurğulayaraq deyirəm, testdə də düşmə ehtimalı var. Bunu yadınızda saxlayın. Səs tellərinin iştirakına görə bölünür. Kar samitlərə, cingiltili samitlərdə. Kar samitlərdə demək olar ki, səs telləri iştirak etmir. Ona görə də onlar küydən ibarət olurlar. Biz onlara küylü səslər də deyə bilərik. Amma cingiltili samitlərdə səs telləri iştirak etdiyinə görə onlar küy və avazdan ibarət olur. Cingiltilərdə səs telləri iştirak eləyir deyə küy və avazdan ibarət olur. Amma karlarda səs telləri iştirak etmir deyə onlar yalnız küydən ibarət olurlar. Karla cingiltili bir-birlərlə cütlük təşkil edir. Bu cütlükləri də soruşacağam. Amma l-m-n-r cingiltili samitlərinin kar qarşılığı yoxdur. Kar samitinin isə cingiltili qarşılığı yoxdur. Bir də bayaqlar dedik ki, 25 səs var, 23 hərf var samitlərdə. X və K hərflərinin əlifbada xüsusi işarəsi olmadığına görə onlarda səsin sayı ona görə hərfin sayından çox olur. Bunu yadınızda saxlayın. Sonra, burada yoxdur, mən yenə də deyirəm. Burun samitləridir. Çünki burun boşluğunda tələffüz olunur. Məsələn, siz burnunuzu tutun, m ilə n-nı rahatlıqla deyə bilməyəcəksiniz. Ay sağ ol. Biri var belə normalda deyəsən, bir də var m-nı. Rahat deyəmirsən. Bir də h. H boğaz samitidir. Boğazda tələffüz olunur. H. Boğazdan gəlir səsi. Aha, bu belə. Sonra, bir də kitabınızda var, qarşınıza da çıxa bilər. Həm 9-da, həm 10-cu sinifin imtahanlarında 11-də fərqi yoxdur. Yəni bundan sonra. Orfoqrafik norma. Bir də var orfoepik norma. Bunu yadınızda saxlayın. 6-cı sinifdə də səhv eləmirəmsə buna qayıtmışdıq yenidən. Orfoqrafik norma nədir? Sözün düzgün yazılışı. Əgər bir testdə səndən soruşsa ki, hansı variantda bütün sözlər orfoqrafik normaya uyğundur, deməli düzgün yazılış istəyir sizdən. Orfoepik norma isə düzgün tələffüzdür. Məsələn, düşür variantda hansı sözlər orfoepik normaya uyğundur. Yəni, düzgün tələffüzə uyğundur. Orada siz artıq tələffüzə baxasınız, yazılışa baxmayasınız. Sonra gəlirəm. Deməli, Q samitinin və K samitinin ifadə etdiyi səslərə. Düzdür, fonetikanın bir qismi 6-cı sinifdədir. Ona görə proqramla gedəcəm. Proqram necədir? 5-in proqramı, 6-nın proqramı. Elə gedəcəm ki, qarma-qarışıq olmasın. Həm də bir bölmənin üstünə çox qalıb sizi bezdirməyim. Deməli, K samitinin ifadə etdiyi səslər var. Əlifbamızda bir neçə hərf var ki, onlar öz səslərindən başqa bir neçə səsi də ifadə edə bilərlər. Məsələn, adi götürüm K hərfini. K hərfi öz səsi K-ni ifadə edir. Kitab, kələm. K səsi kosmos, kran. G, bitki, bitki. Seçki, seçki. G səsini ifadə edə bilər. X, məsəl üçün deyirəm, çiçək, məktub, məktəb. Xışdırıq səsi. Bir də yadınızda saxlayın. Bunu çox uşaqda görürəm, müşahidə edirəm ki, sözün sonunda gələn K səsini çox vaxt götürürlər Y səsi. Xeyr, Y səsini o vaxt ifadə edə bilər ki, K hərfi. Özündən sonra bax, burada necə var? Saitlə başlayan söz gəlsin. Normalda, məsələn, tutalım ürək sözünü. Uşaqlar çox vaxt belə yazırlar tələffüzü, ürək. Bu düzgün tələffüz deyil. Q hərfi sözün sonunda gələrsə, çox vaxt İ səsini verir. Yəni, xışdırıq, ürək. Y səsini verməsi üçün mütləqdir ki, özündən sonra saitlə başlayan söz gəlsin. Məsələn, ürək ağrısı sözündə ürək ağrısı formasında tələffüz olunur.
ürək ağrısı. K hərfi tələffüzdə y səsini verməsi üçün tələffüz, bax bunu vurğulayıram. Özündən sonra saitlə başlayan sözün gəlməsi vacibdir. Amma Q hərfi bəzən yazılışda da y hərfi ilə əvəz oluna bilər. Yazılış bax. Özündən sonra saitlə başlayan şəkilçi gəldikdə Q hərfi yazılışda y-ya keçir. Məsələn, deyirəm, çəkic. Mən buna saitlə başlayan in şəkilçisi artırmaq istəyirəm. Necə olacaq? Çəkic nə idi? Sonu Q ilə nəzərdə tutub getdi ağlım. Məsələn, elə burada verilən ürək. Mən buna in şəkilçisi artırmaq istəyirəm. Necə olacaq? Ürəyin. Və yaxud da deyirəm köynək. Mən buna ə şəkilçisi artırmaq istəyirəm. Saitlə başlayan köynəyə tələffüz olunur. Amma bu bütün sözlərə şamil deyil. Yəni, bəzi sözlər var ki, onlarda Q ilə bitsə də, sən o saitlə başlayan şəkilçi artırsan, yenə də əvəzlənmə baş verməyəcək. Məsələn, götürək iştirak sözünü, şərik sözünü, təbrik sözünü. Bunlarda Q-ya keçməyəcək. Bunlarda Q-ya keçmir. Şkafda nə var? Yığıb gətirir ki, bunları yiyim bir tam cümədəsi. Sonra Q samitində necədir? Q samiti yenə Q kimi bir dənə öz səsini ifadə etmir, bir neçə səsi ifadə etmək funksiyasına malikdir, belə deyək. Öz səsini ifadə edir. Q, qələm, qapı, maqnit, qonaq, bu tipli qonaq deyilməlidir. K, məqsəd, nöqtə, şəfəq, üfüq, eşq, bax burada. X, ən çox sözün sonunda gələrsə, daha çox. Otaq, budaq, qonaq, yarpaq, bu tipli sözlərdə. Q hərfi Q səsini ifadə eləyə bilər. Q səsini nə vaxt ifadə eləyə bilər? Özündən sonra saitlə başlayan söz gələrsə, Q səsini, yəni tələffüzdə Q səsini ifadə eləyə bilər. Məsələn, deyirəm ki, qonaq evi. Q-dan sonra saitlə başlayan söz gəldiyinə görə Q səsini ifadə edəcək. Qonaq evi. Qonaq evi. Yazılışda Q-ya hərfinə keçməsi üçün özündən sonra saitlə başlayan şəkilçi gəlməlidir. Məsələn, deyirəm ki, qonaq, mən buna A şəkilçisi artırmaq istəyirəm. Olur qonağa. Aydın oldu. Amma yenə də ki, qığı qaydası kimi bu da şamil olunmur bütün sözlərə. Məsələn, vərəqdir, eşqdir, aşiqdir, müstəntiqdir. Bu tip sözlərdə qığı əvəzlənməsi baş vermir. Məsələn, vərəqə yazmaq istəyirsən, vərəq, mən ona ən şəkilçisi artırmaq istəyirəm, vərəqə olmayacaq. Bu forma yanlışdır. Elə vərəqə də qalacaq. Və yaxud da eşq, mən buna in şəkilçisi artırmaq, eşqin olmayacaq, eşqin olacaq. Bütün sözlərə şamil olunmur. Belə,